Baş Leytenant Əzizov Elgün, Leytenant Ləbiyev Orxan, Leytenant Hüseynov Eldoz, Leytenant Həmidov Rəsman, anası buradadır hal-hazırda Rəsmanın. Baş Leytenant Atakişiyev Tərlan, Əskər Zərbalıyev Ziyad, Gizir Soltanov Nadir, Maxi Xanməmmədov Şirxan, Maxi Beydiyev Nazim, Əskər Abbasov Elvin, Elvinimizin anasına Bahar Anıya buradan salamlarımızı göndəririk. Çavuş Əliyev Fərhad, Maxi Əhmədov Sənan, Əskər Ağakərimov Elvin, Gizir Ələkbərov Naiq, Maxi Adıgözəlov Cavid, Əskər Salihov Orxan, Gizir Şıxəliyev Fariz, Əskər Cəbrailov Ağacan, Əskər Hacıyev Nazim, Əskər Rüstəmov Rövşən, Əskər Quliyev Elgün, Əskər Məmmədov Rıza, Əskər Bəkirov Yasər, Kiçik Çavuş Cərayev Tural, müqəddəs oğullarımız bir rayonumuzdan, bir elimizdən, bir şamaxımızdan görün Qarabağ uğrunda canından keçən neçə igid oğlumuz var. Bu oğullarımız bizim başımızın tacıdır. Bu oğullarımız bizim Azərbaycanımızın vüqarıdır və bu oğullar hərəsi bir ananın, bir atanın yarımçıq qalan arzularıdır. Bax bunu unutmayaq. Bunların hərəsi bir evin çırağını söndürdü, amma bütün Azərbaycanın çırağını yandırdı. Bütün Qarabağı nura boyayan oğullardır. Arzuları yarımçıq qalan oğullardır. Heç vaxt unudulmayan oğullardır. Nə qədər ki Azərbaycan var, ana. Sizin oğullarınız yaşayacaq,